Doğulduğumuz gündən dərimizdə olan dərialtı gənə kimi tanınan Demodex folikulyar, sən demə kişilərdə 75%, qadınlarda isə 15% artmağa meyillidir. Bunlar çox halda bu xəstəlik özünü komedon və sizin bildiyiniz dillə söyləsə uqrilər kimi özünü göstərir və bura ikinci, üçüncü infeksiyalar qoşulduqda dərialtı gənə artıq formasını dəyişərək sızanaq formasında, irinli sızanaq formasında, iri furunkullar formasında özünü göstərə bilər. Bugün sizə təqdim edəcəyimiz illər öncə, 3 il öncə bundan öncə sağalmış pasientimizdir. Artıq dərisində heç bir qüsur qalmayıbdır. Xəstəlikdən sonra qalan cüzi çapıqların izləridir ki, bu da artıq illərcə müalicə olunan pasientlərdə dəridə atrofiya gedir və bunun fonunda ulduzvari çapıqlar əmələ gəlir. Bu pasientimiz bizə müraciət etdiyi zaman dərisində infeksiya stafilokokk, üçlü infeksiya ilə qarşılaşmışdıq və infeksiyalarla yanaşı dərialtı Demodex folikulyarım. Yəni bildiyiniz kimi mən söylədim, iki növ insan orqanizmasında gənə yaşayır. Demodex folikulyarım və brevis. Yəni bu pasientimizdə aşkar etdiyimiz Demodex folikulyarım tükün dibində olan Demodex folikulyarımdır və bəzi hallarda təraşdan sonra qırmızı iri furunkul formasında, iri başı ağ irincik formasında olan səpkilər meydana çıxır və dönə-dönə vurğulamaq istəyərdim ki, bu pasientlər bizə müraciət etməmişdən öncə yanlış müdaxilələrlə qarşılaşırlar. Bu da müdaxilələrin ən birincisi ondan ibarətdir ki, biz dərialtı hər bir problemi aradan qaldırmamışdan öncə pasientin daxilinə baxmalıyıq. Yəni, üzdə olan səpkilərin 70-80% orqanizma su balansının pozulması və orqanizmada hər hansı bir diffuz dəyişikliklərin fonunda özünü göstərə bilir. Buna məsələ olaraq gətirə bilərdim. Dəri altındakı problemlərin 70% qaraciyərimizin fonunda baş qaldıra biləcək, düzgün qidalanmamağın fonunda, bağırsaq fonunda baş qaldıra biləcək və bizim orqanizmamızda hər hansı bir fəsadların fonunda yarana biləcək problemlər önə çıxa bilər və bu gün mən sizə sağalmış şəkildə pasientimizi göstərdim, təqdim edim və bugün pasient artıq 3 il keçməyinə baxmayaraq bizim sağaltdığımız, bizim müalicədən sonra düzgün gigiyenik qaydalarına riayət etdiyi üçün dəridə olan bu problemlər təkrar geri qayıtmır. Xoşa gəlməyən üz görünüşü doğrudan da böyük kompleksə səbəb olur. Bu kompleksdən qurtulan iki pasient öz təəssüratlarını bizimlə bölüşdü. 3 yerdə müalicə aldım, keçib getmədi. Sonra Vəfa xanımı gördüm verilişdə. Yaxınlaşdım bura, sağalmışam artıq. İndi təşəkkür edirəm Vəfa xanıma, çox sağ olsun. Çox yerə getməyə utanırdım. Saçımı üzümə salırdım. Nə bilim, çox şeylər. Amma indi istədiyim kimi saçımı yığıram, açıq qoyuram. Amma birinci səbəb bura gələndə saçım üzümə töküldü. Çölə çıxa bilmirdim, məktəbə gedə bilmirdim, hazırlıqlara, ancaq Vəfa xanım sayəsində çox şey oldu. Vəfa Cəlilova dərinin deformasiyaya uğramasını yanlış aparılan müalicə səbəbi ilə açıqladı. Səkilərin üz dərisində biz aşkar etdiyimiz problemlər bizə qədər yanlış müdaxilələrin fonunda gördüyünüz kimi artıq çapıqlar və dərinləşmiş məsamələrə yol açmışdır. Bu günlərdə artıq bizim kosmetoloji müalicəmiz bitdi, artıq estetik tərəfdən yanaşmağa başlamışıq. Artıq 4 prosedura etmişik. Bu mikroneedling prosedurasıdır. Bunu etdikdən sonra sizə göstərə bilərik, artıq qızımızın üz dərisində çapıqlar çox azalmış bir formadadır üz dərisində və buradan bütün gənclərimizə səslənmək istəyərdim ki, dərinizdə əgər belə bir problem varsa, mütləq bunu sıxmaqla, ev şəraitində hər hansı bir bitkisel bir şeylərlə durdurmağa çalışmayın. Zaman-zaman yəni doğru düzgün dermatoloqa müraciət edin. Qadına görə də ilk dəfə qonaq rubrikasını izləyəcəksiniz. 7-dən 70-ə hər kəsin sevimlisi, Azərbaycanın şıltaq ulduzu Röya Ayxan qonağımız oldu. Düşünürəm ki, onu sevməyən, qəbul eləməyən çox az adam tapılar. Çünki həm səmimidir, olduğu kimidir və tamaşaçıları ilə, onu sevənlərlə bütün sirlərini bölüşür. Bax, ona görə də sevilən ulduz bizə, biz xanımlara özəl sirlərini açıqladı. Pəhrizindən, bədən quruluşunu necə bu formada, bu çəkidə saxlamağından, sevgisindən və ilk yalanından qadına görəyə danışdı.
Görəsən məndən neçə dənədir biri Qadına görə verilişinin ilk qonağı Röya Ayxan. Dədir, biri itkinlə, biri dəbdədir De görüm məndən neçə dənədir biri qəmgin Röya Ayxan 1982-ci ilin iyun ayının 14-də dünyaya gəlib. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilsə də, öz sözlərinə görə o Bakıda anadan olub. Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsinə qəbul olub. İlk dəfə Vaqif Gərayzadənin W Trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında Bu Gecə adlı ilk solo konsertini təqdim edib. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülür. Bu gün də Qadın adlı konsertinə hazırlaşır. Kişi qoyardım konsertin adını. Konsertin adını da qadın qoydum. Çünki çoxlu ürəyimdə sözlər var ki, hamısını sizə deyəcəm. İdman həyat tərzimizin ayrılmaz parçası olsa da, son zamanlar tanınmışlar idman mərkəzlərinə sanki selfie çəkdirmək üçün gedirlər. Röya, sən də olmaya o müğənnilərin bəhsinə gedirsən. Mən musiqi ilə ancaq rəqabət apara bilərəm. Yarışa da hazırlaşıram, bəhsə gireyim. Abbasın acığınadır var hamısı. Hər zaman gözəl bədən quruluşundasan. Xüsusi pəhrizin var. Ac qalıram. Bir gün yeyə bilərəm, xaş, piti, hər şey. Səhərisi bir sütqana heç nə yemirəm. Röyanın gözəllik sirri nədir? Məhəbbət, eşq, xalq, alqış. Yazə, belə dəli kür, yaralı araz, bax beləcə xədər. Bunlar hamısı mənim sirrimdir. Plastik əməliyyat etdirmisən, yoxsa başqaları kimi ehtiyacım olmayıb deyəcəksən? Deyirəm, utanmırsan, Bütün şəhər bilir ki, mən burnumdan başqa heç bir əməliyyat etməmişəm. Yəni, etməyə də pis baxmıram, birazdan da 40-da zadda eləyərəm. Mən də belə üzümü də artdıraram. Belə şeylər olar. Mən də gedməliyəm, duş qəbul etməliyəm. Ondan sonra əynimi giyinim. Düz Rəşid Beyputov teatrı, mahnı teatrına gedək. Orada da bizi Rəşid Həşimov gözləyir. Eşitdini, üzünü döndər. Üzünü döndər deyəm. Sultanım, sultanım Biri ölmüş, biri ürəkdədir Biri evdə, biri səhnədədir Hər zaman böyük səy və həyəcanla konsertə hazırlaşan Röya, keçmiş konsertlərindən başına gələn maraqlı xatirələrindən də danışdı. Özümü öldürürəm ki, filan yerdə oynamalıyam, mənə rəqs qurun. O yer gəlir, qutarır mahnam, üzümə bax, kəfəs niyə oynamazdım? Sonra mənə dedilər ki, bu mahnıda düşmək olmaz, səhnədən düşmə. Çünki ritmi eşitməyə bilərsən. Gedirəm, deyirəm, yaxşı, başqa mahnıda düşəcəm. Gedirəm, məhz lazım olmuş mahnıda düşüb cəmatın arasına düşürəm. Hamı baxır mənə, damcı putulqaza da atırlar ki, hara gedirsən? Hara gedirsən? Röyanın yeni konsertinin eksklüziv geyimləri, gizli sevgisi, ilk yalanı az sonra qadına görə də. Hər kəsə güclü görünən Röya doğrudanmı güclü qadındır? Güclü deyiləm. Məncə güclüyəm. Bəs bu gücünün mənbəyi hardan gəlir? Məni güclü edən mənim bəlkə kiməsə inanmağımdır. Yəni, insanlara sevgimdir. Adam var, məsəl üçün aldanır, bir də inanmır da kiməsə. Məndə o şeylər yoxdur. Hər kəsin, xüsusilə də qayğıya ehtiyacı olan qadınların bir qorxusu var. Görəsən Röyanın qorxusu nədəndir? Yaşlaşanda neyəcəm mən? Hüseyin geyəcək, evlənəcək, dostları ilə gəzmək istəyəcək. Deyəcəm, evə gəlməyəcək. Bu şeyləri düşünəndə biraz qorxuram. Röya nədən narahatdır? Elə bilirlər ki, hər ay, hər il sənin həyatında kimsə var, təzə. Amma bir şey başa düşmürlər ki, sən nə qədər tanınırsan, sən o qədər də qorxursan artıq. İlk yalanını kimə danışmısan?
İlk yalanı atama danışmışam. Yalandan dedim ki qulağım ağrıyır, həkimə getməliyəm. Sonra da 3 gün doğrudan qulağım ağrıdı. Mən bir şey yalan danışanda o şey mənim başıma gəlir. Ona görə mən çox vaxt qorxuram nəsə deməyə. O da ki, bilirsin niyə yalan danışmışam ki, bugün röyə olum. Hamıya deyirdim ki, mən hamı məni sevəcək, mən ulduz olacağım. Mənə dedilər, Kiri bizim pulumuz var, sən ulduz olacaqsan. Gülürdülər yəni. Ki bu böyle burunla, belə saçla hara sən ulduz olursan. Amma oldu da. Deməli, sən bunu ürəkdən istəməlisən. Röyanın sevgilisi var. Nəfis yerdən vurdun məni. Var. Qadınlar əks cinsdən ən çox diqqət və qayğı gözləyir. Olubmu sevgilindən gözlədiyini ala bilməyəsən? Nəsər yanım? O nə deməkdir? Yox. Başqadan nə almalıyam? Enerji, hörmət, sevgi, qarşılıqlı. Qollarını çırmalayıb Hüseyn üçün mətbəxə keçmisən? Bir axırıncı səfər bir ay bundan qabaq oldu doğrusu. Yəni bəzi yeməklər var ki, onları məndən istəyir. Məsəl üçün yumurtanı mənim kimi yediyi üçün mən yumurtanın altını o qədər qızardıram, qıpqırmızı olur. Arada çevirirəm hələ bu tərəfində qızardıram. Röyanın yeni konsertə geyinəcəyi geyimlər eksklüziv olaraq qadına görə də. Səncə Röya zövqlü qadındır? Tərifliyim özümü. Tərifliyim. Vallahi var da indi. Yuxudan belə mənə durqursan bir şey giyinib çıxacam evdən. Yəni bir şey olacaq. Bir də mənim ətrafımda da zövqlü insanlardır. Yəni mən o barədə ağıllı davranıram. Baxımsız qadınları sevmirəm. Çox hirslənirəm. Elə dostlarım da var, davət eləyirəm, düşürəm onlarla. Ki, səhər evdəyəm də, elə belə yığdım daşlarımı evdəyəm. Olsan belə. O şort mayka bir-birini sənə əhval-ruhiyyə qalxmalıdır. 100 gün qabağına keçəndə o başa özünü görməlisən. Dəbdən necə? Xəbərin var? Ağ rəng dəbdədir bu il. Ona görə də bu il yəqin ki, ən çox ağı da giyinən mən olacam, mən oluram. Niyə? Çünki hamısından arıq mənəm, bu görsəkdir məni. Gel danış, sevgiden bu gece gel danış. Sənə paxıllıq edənlərə buradan ismarıcın. Çəkin paxıllığımı. Çəkin. Yəni, çəkiləsi qadınam. Qadına görəni izləyən xanımlara nə deyə bilərsən? Bizə xoşbəxtçilik çox yaraşır. O xoşbəxtçiliyi də özümüzə verməliyik. İndi mənə hansı gözlə baxırsınız, baxın. Amma bütövlüklə mən də qadınam.